sujetlərlə davam etdiririk. Növbəti bizə susmayıb müraciət edən tamaşaçımızın müraciəti əsasında bu sujeti çəkmişik. Demək olar, hər gün biz yollardan danışırıq, yollarla bağlı problemləri dilə gətiririk. Tamaşaçılarımız yazır, göndərir, bizdən rica edirlər ki, biz çəkib göstərək. Biz də onlar üçün, yəni davamlı da olsa, təkrar olmuş olsa belə bu məsələləri işıqlandırmağa çalışırıq, hazırıq. Çünki bəlkə bizim işıqlandırmağımızdan sonra aidiyyatı qurumlar bir insafa gələr, elə növbəti sujet də bu qəbildəndir. Bəli, Astara rayonunun Şahağac kəndində yeni salınan məhəllələrin yolları sakinlərin gündəlik həyatını iflic vəziyyətinə salıb. Yararsız yollar səbəbindən taksilər qısa məsafəyə yüksək qiymət tələb edir. Bəzi sürücülər isə ümumiyyətlə bu əraziyə getməkdən imtina edirlər. Bəs bu ərazidə təmir gözlənilirmi? Görək rəsmilər nə deyirlər bu haqda, sujet izləyək. Bizim indi ölümüz ölüb, traktora qoyub çıxartdılar, küçədən götürdülər, apardılar. Belə şey ola bilər. Palçıqlı, daşlı, çalaçuxurlu yollar Astara rayonunun Şahağac kəndində yeni salınan məhəllələrin əsas problemidir. Kəndin əhalinin sıx yaşadığı bu ərazilərində indiyədək əsaslı təmir işləri aparılmayıb. Sakinlər deyir ki, yolların bu vəziyyətdə olması uşaqların məktəbə getməsini, təcili tibbi yardımın əraziyə daxil olmasını mümkünsüz edir. Təcili tibbi avtomobil də gəlmir vəbşə, heç nə gəlmir. Qırmacı gəlir, bura kim gəlir, qonşular da gəlir, bu gəlmənin yolumu, vəziyyətim pisdir. Vəziyyət xüsusilə payız-qış aylarında daha da ağırlaşır. Yağış yağanda yollar keçilməz olur, həyətlərə sel suları dolur. Bu səbəbdən taksilər 1 manat olan məsafəyə görə 10 manat tələb edir. Taksiyə deyirsən ki, deyir ki, küçədə saxlayaram səni get. Məsələn, biz öz həyatımızda tuyuqcuca məsələn gedib dan alırıq, gedib 3 kilo, 4 kilo gətirən deyilik ki, gündə. Bir meşuk dan alırsan, bir meşuk un alırsan, onu gətirmək üçün taksi deyir ki, mən orada saxlayaram sizi küçədə. Mən gəlmirəm da, mən bu yola necə gəlim, maşınımın altı dayır da yerə. Bu yaxşı günə gəlib çıxmışsınız. Bundan 1-2 gün keçsin deyilsən olacaq, kanlar bağlı, qonşuların düşək davaya qırğına. Məsələ ilə bağlı Şahağac kənd bələdiyyəsində olduq. Bələdiyyə sədri bildirdi ki, cari il üçün Şahağac və Şiyəkəran kəndlərində 450-500 metr asfalt örtüyünün çəkilməsi planlaşdırılır. Yollar bəli, bugünkü gün üçün heç bir standarta uyğun deyil. Rayonun icra hakimiyyətində də bu haqda məlumatları var ki, bu yol keçilməzdir. Sadəcə olaraq birbaşa çınqıl, yəni şebenin döşənməsi biraz imkanlarımız xaricindədir. Gələcək planlarda da dövlət tərəfindən hər iki kəndə, hər ayrılıqda 450 metr, Şahağaca 450 metr, Şiyəkəran kəndlərinə asfaltla bağlı planlarımız da var. Gələcək planda 2026-nın planlarında var. Qeyd eləyək ki, yeni salınan məhəllələrdə hazırda 50-yə yaxın təsərrüfat mövcuddur.